Şah, Ağdam, Zəngilan, yerə tökülən qan, satılan torpaq və yaralanan Azərbaycan. Yüzlərlə əsir, nərədə bilinmir, nənə babamın məzarı qeyb olub, hələ də bilinmir. 90-cı il, mərmilər, qəlpələr, ana qucağında silah səsi eşdən körpələr, daha nələr. Bəs eləməz bu vəhşəti, dəhşəti yazmağa kəlmələr, bəs eləməz Minsk qrupu, BMT, qətnamələr. Törədilən soyqırım, bu əzlaf erməni köşünü qoyqırım, ayağımın altına salım bayrağım cırım. Bu yolda ölüm var, dönüm yoxdur deməklə deyil, ağızda məndə də ürək var, yox, ürəklə deyil. Düzdür inkişaf edib, güclənibdir milli ordu, artıq 25 ildir ki bu dünya kordur. Gəlin gözümüzü açaq, özümüzü aldatmayaq, mənə silah verin, söz söhbət, beynimi yoxdur. Acılardan ha, Gülfər. Eşitsinlər, o eşitsinlər, o başlar bir qiyətdə eşitsinlər. Hələ eşitsinlər, deyərim ki, o oğlanlar az çok torpaqda doğulur, şəmşirinə doğulur. Çağırardım bura, bura gəlsinlər, burada kömək lazımdır. Hər tərəfli, çoxlu spesialistlər lazımdır. Ki, bu texnikadan baş çıxanlar, yaxşı, qaçıb izlənməsinlər, yaxşı, silah satanlar, hamısı gəlməlidir bura, yığışdırlar bura, çox Qaranlıqda gözümüzə görünməyən kölgələr var, imdadımıza çatmayan qonşu ölkələr var. Biz oyanmamışıq qəflətdən, açıq aşkar, biz bilməmişik bizim aramızda xeyli canı var. Biz ayıra bilmədik, kimdir qardaş, kimdir düşman, biz ayıra bilmədik. Nədir mələk, nədir şeytan, biz ayıra bilmədik. Yaxşılardan pisləri ayıra bilmədik, bir ayıra bilməyi bacardıq, bir sayıra bilmədik. Torpağın qaydarmı görəsən bu gündən sonra, düşdük xain dostlarım biz üzündən tora, amma ki silmədik. Hər şey yaddaşda qalıbdır, indi torpağım erməni əzlafda, oğraşda qalıbdır. Bu tarix silinməz, bu tarix silinə bilməz. Edilən hər bir haqsızlıq həkk olunub, başda qalıbdır.